Tamam dostlar, bugün növbəti Temu Kargomuzda qarşınızdayıq. Maraqlı sifarişlərim var. Mənim üçün ən maraqlı olan budur. Buxar ütüsü sifariş eləmişdim. Endirimli sifariş eləmişdim. Təxmin öz qiyməti 105 manat nə qədər idi? 90% endirim falan. Səhv eləmirəmsə 20 manata gəldi çıxdı mənə. Bunu yoxlayandan sonra demək olar, amma həqiqətən çox maraqlıdır ki, necə olacaq, yəni keyfiyyəti necədir. Qaçım göstərəyim də. Baxın belə bir şeydir. Yəni ağırdır. Nə çox yüngüldür, nə də çox ağırdır, normaldır. Ağızlığıdır. Bu da o su olan hissəsidir. Yəqin ki, bura birləşdirəcəyik bunu. Bunun bu hissəsidir. Baxın belə bir şeydir. Mənim üçün ən maraqlı olan məhsullardan biri budur. Bunu sizin yanından sonra deyəcəm. Necədir? İnşallah yaxşı olar. Qoyuruq kənara. Sonra çətir sifariş eləmişdim. Neçə vaxtdır çətirim yox idi. Biraz çətir gəzdirməyi də çox sevmirəm. Ona görə də sifariş vermirdim, amma bu dəfə ən sevdiyim rənglərdən biridir. Bənövşəyi rəng. Yəni baxaq görüm. Görünəcək bu. Niyə aça bilmirəm, o da var. Aça bilmirəm. Açıb yoxlayıb deyərəm. Vaxtım getməsin belə. Açıb yoxlayıb deyərəm. Aha, buna əslində böyütə səbir edirəm mən. Bu uşaqların diş çotkalarını qoymaq üçün də əslində mən elə düşünmüşdüm. Amma əslində məsələn karandaşla da yığma olar. Bu ayaq hissələridir. Amma bunu necə yapışdıracaq o maraqlıdır mənə. Yəqin ki, bununla yapışdırılacaq. Maraqlı bir şeydir. Gözlüyü falan da var. Bunu necə yapışdıracağım, onu da bilmirəm. Yəqin ki, bu bunun üçündür. Baxarıq. Yandan sonra deyərəm. Dəmir deyil. Yəni belə kauçuk materialdır, amma möhkəmdir. Bunu da sonra baxarıq. Sonra bunlar buxurlardır. Qoxu verən çubuqlardır. Evdə evin aurasını dəyişmək üçün. Keçən səfər mən ev ətri sifariş etmişdim. Bəyəndim, qəşəngdir. Düz amma tez uçur. Bilmirəm uşaqlar dağıdım onu, yoxsa tez uçur bilmirəm. Amma qəşəngdir. Bunlar da evdə yandırma, evin havasını dəyişmək üçündür. Səhv eləmirəmsə, bu necə 80 dənədir. Bu uşaqların dış paltarlarını yığmaq üçündür. Yaxşıdır. Belə necə deyim, kilofason bir materialı var. Zamokludur. Zamoklu da var. Yaxşıdır. Uşaqların artıq əşyalarını yığmaq üçündür. Belə bir şey. Bir də mənim ən maraqlı olan ütüydü. Buxar ütüydü. Bir də endirmə düşmüşdü. Oğlu çanta sifariş verdim. Baxın, endirməmdə olmalı kalmışam. Bilmirəm, 40 manat idi. Qəşəng material yaxşıdır. Aha, bu da. Baxın, zamokları da var. Zamokları çoxdur. Yəni cibliklər çoxdur. Burada da var. Burası da var. Material hissi yaxşıdır. Bir dənə burada masaj hissi yoxdur. Çünki əvvəlki çantalarına diqqət edelim, masaj hissi olsun. Bunda yoxdur, amma qalan hər şey yaxşıdır, bəyəndim. Bunu da qoyuram kənara. Bu dondur, sifariş vermişdim özüm üçün. Əsl yay ab havasında olan bir dondur. Material da qəşəngdir. Elə bir ki, necə deyim, sərin saxlayan materialdır. Elə. Onun öz forması da qəşəngdir. Bunu da xoşuma gəldi. Belə baxıram, yəni hələ ki bəyənmədiyim bir məhsul olmadı. Bəzən olur sifarişlərdə bəyənmədiklərim də olur. Amma yəni hələ ki bu köynəkdir. Baxın, bu da sərin materialdır, qəşəngdir. Əsl yay ab havasında. Bunu da bəyəndim. Bu da köynək olmalı, səhv eləmirəmsə. Bu da yaxşı köynəkdir, amma belə nə bilim bir qəribə materialı var. Yəqin ki, özünüzdə hiss edirsiniz də. Bilmirəm, bu isti saxlayar. Yəni yayda necə olar, amma inanıram yaxşı olar. Qaldı mı? Qaldı. Bunu da mən iri təsəvvür edirəm. Çox qəribədir. Mən hər zaman oradan kremlər vuranda mən onlar iri təsəvvür edirəm. Yəni şəkildə elə görünür. Biraz şəkillər aldadıcı olur. Onu da qeyd edeyim əvvəlcədən. Davam üçün olan kremdir bu. Davanlar üçün. Aslında açıb baxmaq olar. Bir dəqiqə açacağım. Bənövşəyi rəngdə olan bir krem idi. Bir dəqiqə. Aha, açdım dostlar, baxın. Belə bir şeydir. Həqiqətən bunu çox böyük təsəvvür edirdim. Şəkildə də həqiqətən çox böyük düşmüşdü. Olsun, ev yoxdur indi arada. Yəni bir də qeyd edirəm, bəyənmədiyim məhsul olmadı. Bir də bu yəni ölçü baxımından balaca orada elə bilirəm ki. İndi bunları yandırdıqca istifadə edilir demək olar ki, necədir? Məncə pis olmaz ətirləri. Bir də buxar ütüsü mənə çox maraqlıdır. Onu istifadə etdikdən sonra dəyərləndirmə etmək olar. Bunu da dostlar hələ ki aça bilmirəm. Yəni onu qeyd edeyim ki, ya mən nəyisə pis eləmirəm. Bilmirəm niyə mən bunu aça bilmirəm. Amma yəqin ki öyrənəcəm. Çünki hər zaman aha, açdım. Aha, belə bir şeydir. Qəşəngdir. Bilirsiniz nəyini bəyəndim? Çox iri deyil. Çox iri deyil. Çünki çox iri olanda bundan öncəki çətirim çox iri idi, həddindən artıq. Yaxşıdır. Yağış keçirməzdir. Belə ki, çətir pis elə də olmalıdır. Belə yaxşıdır. Bunun boyu da yəqin ki, elə bu qədərdir. Aha, bir boy baxımından mənə elə gəlir ki, biraz daha uzun olsaydı daha yaxşı olardı. Amma belə yaxşı. Belə, sağ olun.